Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da buruğulu naxışdır. İlməklərdəki 6-6 yığırıq, 2 də kənar ilmək yığırıq. Bunun üçün rezinka hissəsində belə yığmışam. Mən belə toxumuşam. Kimin ürəyi necə istəyir, elə də toxuya bilər. Sapım da ki 100 qramlıq 220 metrəlik sapdır bu formada. Bundan da nə istəsəz toxuya bilərsiniz. Jilet, jaket, sviter, papaq, uşaq ədyalına, ürəyiniz nə istəyir toxuya bilərsiniz. İndi bunu mən belə ipimi götürürəm. Burada 2 naxışı göstərəcəm. 12, 2 də kənar ilmək, 14 ilmək. Formada 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ilmək. 11, 12 ilmək naxış üçün 2 də kənar ilmək. 11, 13, 14 ilmək. 14 ilmək yığdım milimin üstünə. Buradan bir düğün atıram, açılmasın. Artıq sapı da buradan kəsirəm. Deməm burada rezinka toxuyan deyiləm. Hamısını tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməklər hamısını tərs toxuyuram. Axırıncı ilməyi də tərs toxudum. İndi bu üzdən də tərs üzüdür, bir sıra tərs toxuyuram. İndi düz üzündən birinci kənarı götürürəm. 2 düz ilmək toxuyuram. 2 düz ilməkdən sonra bu bir ilməyin içindən 1, bu 2, bu da 3 ilmək çıxardıram. Yanındakindən də yenə 1, 2, 3 ilmək çıxardım. 1, 2, 3, 4 ilmək. Düz toxudum. Yenə buradan birini çıxardıram, birini artırıram. Yenə birini, bir ilməkdən 3 ilmək çıxardıram. 2, 3 ilmək. Bu qalan ilməkləri də düz toxuyuram. Bu da kənara tərs toxudum. Formada. İndi tərs üzdən kənarı götürürəm. Birinci, 2 tərsi toxuyuram. Burada 3 idi. Bu 3 ilməni artırdığım ilməkləri. Bunları toxumadan milimin üstünə götürürüm. Bu birisini də. Bu ikisini də artırmadan götürdüm.
Bu ilməkləri aradakı 4 ilməyi toxuyuram. 3, 4 ilməyi toxuyuram. İndi bunları yenə də 3 ilməyi götürdüm. Sonra bu 3 ilməyi də yenə toxumadan götürdüm. Sonra kənardakı 2 ilməyi tərs, bir də kənar ilməyi də tərs toxudum. Formada. İndi düz üzdən kənarı götürürəm. Bir düzü toxudum. Sonra bu artırdığım burada 3 ilmək vardı. Bu 3 ilməklə bu 1 ilməyin yerini dəyişirəm. Formada. Sonra bu 3 ilməyin içindən 1 ilmək çıxardım. Bu ilməyi də düz toxudum. Sonra bu tərəfdəki ilməyi arxa tərəfdən götürürəm. Formada. Bu 3 ilməyi götürdüm. Bu 3 ilməyi üçünü də bu tərəfə, sola tərəf çevirdim. Bu ilməyi toxuyuram birincini. Bu 3 ilməyin də içindən 1 ilmək çıxardıram. Belə bu formada. Bu indi aradakı bu 1, 2 ilməyi toxuyuram. Burada 1 ilmək qalır. Bunun da bu ilməklərlə yerini dəyişirəm. 3 ilməyi götürdüm. Bu 1 ilməklə yerini dəyişdim. Sonra bu 3 ilməyin üçünün içindən 1 ilmək çıxardıram. Bir ilməyi toxudum. İndi bu tərəfdəki bu ilməklə bu ilməklərin yerini dəyişirəm. Düz toxuyuram. Bu 3 ilməyi də üçünü içindən 1 ilmək çıxardım. 1 ilməyi toxuyuram, kənarı da tərs toxudum. Formada. İndi arxa tərəfdən ilməkləri hamısını tərs toxuyuram. Belə. İndi burada yenə kənarı götürürəm. İndi bir dəfə qurtardı naxış. İndi ikinci sıranı başlayıram. 2 dəfə göstərəcəm. Bu birincini yenə götürdüm kənarı. Kənardan 1, 2 dənə düzü toxuyuram. Sonra bu ortadakı 2 düz ilməni bunların hərəsindən 3 ilmək çıxardıram. 4 ilməyin ortadakı 2 ilməni. Sonra yenə 4 düz toxuyuram. 3, 4. Yenə bu ortadakı 2 ilməni 3 ilmək eləyirəm hərəsindən. 2, 3 ilmək çıxardıram bir ilməkdən. Sonra yenə 2 düz. Kənarı da tərs toxuyuram. Tərs üzdən kənar ilməyi götürürəm. 2 düzü toxudum. Bu 3 ilmək çıxardığım ilməkləri toxumadan çıxardıram. İkisini də. Aradakı o tərəfdə düz olan ilməkləri bu tərəfdən
Tərs toxuyuram. 3, 4. Burada da eyni şey. Həmin 3 elədiyim ilməkləri toxumadan çıxardıram. Bu kənardakı ilməkləri də tərs toxuyuram. İndi düz üzdən kənarı götürdüm. Bu bir dənə düzü toxudum. Bu burada qalan düzü bu 3 ilməklə yerini dəyişirəm. 3 ilməyi keçirdirəm qabağa. Sonra bundan bir ilmək çıxardıram. Bu ilməyi də düz toxuyuram. Burada da bu tərəfə çevirirəm. Çıxardım 3 ilməyi bu tərəfə keçirdim. Bu ilməyi düz toxudum. Bu 3 ilməkdən də üçündən bir ilmək çıxardıram. İki ilmək. Buradakı bu 3 ilməyi yenə bu tək ilməklə yerini dəyişirəm. Üçündən çıxardım bir ilmək. Bu ilməyi də düz ilməyi toxudum. Bunun da bu yanındakı ilməyi götürürəm. Bu 3 ilməklə dəyişirəm. Birin sağa, birin sola. Düz toxudum. Bu 3 ilməkdən də bir ilmək çıxardıram. İndi tərs üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Formada belə bir naxışa alınır. Bu əvvəldən toxuduğumdur. Bu da indi toxuduğumdur. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.